Xəstəliklərlə mübarizədən tutmuş, xəstəlik mühitlərinin pozulmasına qədər, qida mənimsənilməsi üçün tamamilə uyğun olmayan mühitdə belə qida elementlərinin mənimsənilən bilən olmasını təmin edən reaksiyalara qədər nə qədər faydalı funksiyaları 2-3 cümlə bəsit sözlər altında itirib batırırıq. Torpaqda kalsium, kalium, magnezium, dəmir, sinklə yaratdığı nə qədər orqanik mineral körpülər var, yəni şelatılar var. Və ən maraqlısı da budur ki, dəmir elementinə qədər, Mendeleyevin cədvəlində dəmir elementinə qədər bütün elementlərin humik asidlə şelatlama reaksiyaları bitki tərəfindən mənimsənilməsinə xidmət edir. Daha ağır metalların, yəni dəmirdən sonra gələn metalların isə şelatlanmasından və digər birləşmələrindən əldə olan məhsulların bitkiyə mənimsənilməsinə əngəl olur. Bu isə kadmium, plümbium kimi ağır metallarla bitkilərin zəhərlənməməsində çox önəmlidir. Yəni, fikirləşin ki, humik asid verdik, dəmiri şelatlayır, bitkiyə mənimsələ bilən eləyir, amma kadmiumu şelatlayır, bitkiyə mənimsənilməsini əngəlləyir. Bundan başqa müxtəlif pestisitlər var, xüsusilə herbisitlər var ki, humik asidlərlə reaksiyası nəticəsində yox olurlar. Bunu herbisitə qatırlar bəzən, mən həmişə demişəm ki, onu mümkün deyil, qatmaq düzgün deyil. Çünki o herbisitin funksiyasını öldürür. Burada da yəni, önəmli bir fəaliyyət də qeyd edilməli ki, humik asidlər gil kimi ilk öncə toksik maddələri absorpsiya edir. Daha sonra yavaş-yavaş parçalamaqdadır. Superqumatlarda bu işi sürətləndirmənin bir yolu lizozom kimi bütün pH aralıqlarında işləyə bilən hormonlardan istifadə edilir. Yəni, yox olurlar deyəndə biraz yanlış anlaşılmasın. Yəni, pestisitlər dediyimiz zaten formula etibarilə azot, fosfor, kükürt, mis, karbon, hidrogen kimi elementlərin birləşmələridir. Bunlar da parçalandıqda faydalı məhsullara çevrilir də. Yəni, saydığım elementlərin hamısı bitki qidası sayılır. Torpaqda orqanik katalizator və enzim aktivliyinə təsirlərini saymaqla bitmir. Bildiyimiz kimi bir çox duzlaşmaların səbəbi difuziyadır. Tutaq ki, mən torpağı yudum və duzluluq düşdü aşağı. Az bir müddət sonra, yəni deyək ki, bir ay sonra torpaqda duzluluq yenə də eyni həddə olur. Çünki torpaqda olan nəmlik eyni zamanda quruntla rabitəsi olan bir nəmlikdir. Yəni qurunt səviyyəsi ilə torpaq səthinin arasındakı o nəmlik xətti qırılmamış bir xəttir də. Yəni qurunt suyu ilə əlaqəsi kəsilməyib. Ümumi torpaq nəmi qurunt suyuna birləşmişdir. Başa düşürsünüz nə demək istəyirəm? Qısa zamandan sonra torpaq səthində su buxarlandıqca qurunt əlaqəsi olan həmin nəmlik xətti evapotranspirasiya və yaxud difuziya yolu ilə qurunt suyunu təkrar səthə daşıyır. Və qurunt suyunun tərkibindəki duzlar da torpaq səthinə daşınır. Və duzların daşınması və torpaq gilində toplanması gilin absorbasiya qabiliyyəti hesabına baş verir və eyni zamanda gil dənəciklərinin səthində olan mənfi yük müsbət yüklü katyonları özünə çəkir və bu da həm gilin daha sıx, yəni beton kimi olmasını təmin edir. Bilavasitə bitkilərin havalanması pozulur. Gildə duzların yığılması bitkilərin duzlarla zəhərlənməsinə, bitki turqorların pozulmasına və s. səbəb olur. Humik asidlər difuziya olunan və ya torpaqda olan duzları həll edir və gildən uzaqlaşdırır, bitkiyə mənimsənilməsini sürətləndirir. Nəticədə gil üzündə mənfi yüklər toplanır. Bu da bir-birini itələməklə gili yumşaldır, torpağı boşaldır. Bitkilərin kök havalanmasını optimallaşdırır. Digər formada desək, humik asidin tərkibindəki karboksilik uclar çox olur. Yəni, humik asidin internetdə bir formuluna baxın. Orada karbon OH qrupları, ucları çox olur. Bu qruplar müsbət yüklü katyonlarla birləşir və torpağın orqanik maddəsində, bitki qidalanmasında yer alır. Əslində, bu açıqladığım quruntun yuxarı sürətli daşınmasının pozulmasıdır. Bundan əlavə humik asidlər iqlim şəraitindən asılı olaraq torpağın rəngini daha tünd rənglərə dəyişdirmək qabiliyyətinə malikdir. Bu torpağın rənginin necə dəyişdiyini əslində izah elədim. Əgər duzlar daşınmayacaqsa səthə, deməli torpaq ağarmayacaq. Ağarmadığı halda bu torpağın temperaturu şəraiti də dəyişir. Humik asidlərin kolloid quruluşu və əsas funksional qruplarının fulfik asid kimi yüksək səviyyədə hidrofilizasiyası torpağa yapışqanlıq xüsusiyyəti verir. Bu da el arasında şirəli torpaq deyilən torpağa gətirib çıxardır. Məhz buna görə də bir çox tədqiqatçılar qumat tətbiq edildikdən sonra torpağın su tutma qabiliyyətinin yaxşılaşdığını və bunun quraq bölgələrə təsirli olduğunu
xeyirli olduğunu, faydalı olduğunu qeyd edirlər. Bundan başqa bildiyimiz kimi toxumun humik asidlə isladılıb əkilməsi kimi bir ənənə də yaradılıb ölkəmizdə. Yəni bu kökündən bir yanlış ənənədir. Çünki toxumun suvarma suyu ilə də deyil, yağış suyu ilə cücərilməsi daha məhsuldarlıq üçün daha xeyirli bir tədbirdir. O halda toxum gələcəkdə məhsuldarlıq üçün bünövrəsini götürür. Yəni buğdadan söhbət gedirsə 3 ana kökü olur buğdanın. Maksimum 3 ana kökü ola bilir buğdanın. Arpada məsələn 7 ana kökü ola bilir. Bu 3 ana kök buğdanın əldə edə biləcəyi maksimum kök sayıdır və bu da yüksək pH-lı, yəni qumatlı su toxumu isladırsa, o halda ana kök sayı çox halda ikisini itirmiş olur. Hə, doğrudur ki, ilk başda bitki yaxşı inkişaf edir. Belə loru dildə desək, laf fıskırır. Amma sonraki dövrlərdə əldə olunan az saylı ana kökü bitkini maksimum məhsuldarlığa aparıb çıxarda bilmir. Sözüm odur ki, müvəqqəti görünüşə aldanmaq düzgün deyil. Toxum əkildikdən sonra və çıxış və yaxud da cücərmə əldə edildikdən sonra qumatlı çiləmə aparıla bilər. Bunun faydası toxum isladılmasından yüzlərlə dəfə daha faydalıdır. Bu toxumdur. Bu yüngül nəmlik görən kimi həmin nəmlikdən təsirlənə bilir. Oyanma baş verə bilir. Oyandığı halda yüksək pH-lı suya məruz qalması nə dərəcədə doğru ola bilər? Toxumun içi yağdır. Yağ yüksək pH-larda sabun olur. Məsələ uzundur, danışmaqla da bitmir. Sadəcə bilməyinizi istəyirəm ki, bilməyiniz lazımdır ki, humik asidin toxumun içində heç bir fəaliyyəti yoxdur. Hətta zərərləri də həddən çoxdur.